Şəhərin mərkəzində bölük bir cənazə mərasimi gedir. İnsanlar uzun bir növbəyə durublar. Ucu bucağı görünmür. Kənardan keçən bir kişi təəccüblə yaxınlaşır. Növbənin başında duran, tabutun arxasınca gedən kişidən yavaşca soruşur. Qardaş, Allah səbir versin, bu rəhmətli kim idi belə? Gör nə qədər adam yığılıb dəfninə. Yəqin çox hörmətli adam olub, hə? Kişi başını qaldırmadan sakitcə deyir. Qaynanam idi. Ayda, Allah rəhmət eləsin. Bəs nədən öldü yazıq? Heç, həyətdəki itimiz qapdı, yerindəcə keçindi. Yolçu bir anlıq duruxur, sağa sola baxır, kişinin qolundan tutub yalvarır. Qardaş, olar o iti bir günlüyə mənə icarəyə verəsən, mənim qaynanamla da aram heç yox deyə, nə istəsən verərəm. Kişi əsəbi qışqıraraq və əli ilə arxanı göstərib qışqırır. Ay kişi, görmürsən, növbəyə dur da, bu cəmaat bəs burada niyə dayanıb?